Salam hörmətli müəllimlər, mən Fərəcova Ayşən. Məhz sizlər üçün bir neçə sual paylaşıb izah vermək istəyirəm. Texnologiya fənni üzrə sertifikasiya və MIQ imtahana gedən müəllimlərə dəstək üçün bu videonu çəkirəm və qeyd etmək istəyirəm ki, 20 iyun möhtəşəm bir canlımız olacaq. Axşam saat 9 tamamda mütləq şəkildə izləməyi unutmayın. 25-i sertifikasiya imtahanı olacaq, bilirsiniz. Həm sertifikasiya, həm MIQ imtahana gedəcək müəllimlər üçün fərqli 40-dan artıq 50-yə yaxın sual üzərində müzakirə edib və sual cavab edəcəm sizləri. Məndən sizə dəstəkdir. Mütləq şəkildə qoşulmağı və paylaşmağı unutmayın. Kanala abunə olun ki, məhz YouTube-da həmən canlıdan xəbərdar ola biləsiniz. Və sizlərə fərqli suallar təqdim edəcəm. Bu suallar qəbul suallarıdır və qarşınıza çıxa biləcək suallardır. Maraqlı olsun deyə şəkil qismində təqdim edirəm ki, sizlər də sualı tam şəkildə başa düşəsiniz. Hörmətli müəllimlər, texnologiyadan bilirsiniz ki, 6-cı sinifdə kranlar var və birlikli su qarşıdıcı kranımız var ki, bir qol vasitəsilə həm soyuq, həm isti temperatur edə bilirik. Sual belədir. Birlikli su qarşıdırıcı kranda temperaturun və su təzyiqinin eyni qolla idarə olunmasını təmin edən əsas detal nədir? Çox müəllimlər səhv edib. Su şırnağı tənzimləyici götürüb, gövdə götürüb, təsbit edici götürüb, su axan boru götürübdür. Su axan boru onsuz da bizim həmin o 6 hissədə yoxdur. Əyilən su boruları desə götürə bilərik. Ona görə Y variantı ümumiyyətlə birlikli su qarşıdıcı kranın hissəsi deyil. Birlikli su qarşıdıcı kranı yəqin ki görürsünüz və orta hissəsində də boşluq buraxmışam ki, sizə daha aydın olsun. Birlikli su qarşıdıcı kranda yadınıza saxlayın ki, keramik kartric var. Keramik kartric məhz 3-cü hissədədir ki, bu bizim hansı ki dəstəyimiz idi. Bu gələn hissə su şırnağının tənzimləyicisi idi. Bu isə hansı ki keramik kartric idi. Keramik kartric nədir? Keramik kartric məhz suyun tənzimləməsini, yəni temperaturun tənzimlənməsini və təzyiqinin tənzimlənməsini həyata keçirir. Yəni o hissə vasitəsilə suyun tənzimlənməsi, yəni biz o dəstəyi qaldıranda keramik kartric vasitəsilə su ya isti və yaxud da ya soyuq olur. Və həmin o biz dediyimiz kimi su şırnağı tənzimləyicisi isə suyun gəlməsinə səbəb olur. Yəni burada xüsusi setikalar olur ki, həmin suyun gəlməsinə səbəb olur. Ona görə də cavabımız olacaq keramik kartric. Keramik kartric bilirsiniz ki, hansı hissədə yerləşir və keramik kartrici mən sizə göstərirəm. Hissə tam aydın olsun ki, məhz keramik kartric nədir? Keramik kartric fikir versəniz burada yerləşən bir hissədir və keramik kartric məhz suyun temperaturun, kranda temperatur və su təzyiqini eyni qolla idarə olunmasını, yəni qol vasitəsilə hansı ki idarə olunmasını həyata keçirir. Və bizim burada 4-cü hissəmizdə var idi, o da gövdə idi. Həmin o keramik kartrici ümumiyyətlə kranın gövdə hissəsi gedirdi. Və burada keramik kartric bizə kömək edir ki, temperaturu həm tənzimlənsin, həm də suyun təzyiqini eyni qola, yəni yuxarı göndərilməsinə kömək etsin. Cavab olacaq C bəndi. İndi isə digər hissəyə keçirik. Digər fərqli sualı sizlərə təqdim edirəm müəllimlər. Deyir ki, kitabxanada 2 nəfər yüksək səslə danışır. Elvin onlara kobud şəkildə irad bildirmək əvəzinə, bax görürsünüz, kobud şəkildə irad bildirmir. Əvəzinə sakit tərzdə yaxınlaşır və digər insanlara narahat olduğunu bildirir. Bu davranış hansı normaya daha çox aiddir? Bilirsiniz ki, nəzakətlikdir, zəriflikdir, sadəlikdir, ədəblikdir, mərifətlilikdir. Bu bizim siniflərimizdə var. Və zəriflik, misal üçün, nəzakətlik 8-ci sinifdə də var, 9-cu sinifdə də var, zəriflik 8-ci sinifdədir, ədəblilik var, sadəlik var və s. Baxın, hörmətli müəllimlər, burada kobud şəkildə yanaşmır. Yəni, mədəni, nəcib şəkildə yanaşdığı üçün və onlara sakit olmalarını mədəni, nəcib şəkildə bildirdiyi üçün cavabımız olacaq nəzakətlilik. İndi siz deyəcəksiniz ki, bizim kitabımızda belə suallar yoxdur, məntiqi suallardır və s. Belə suallar ən azından 50 sertifikasiya sualıdırsa, ən azından bir 7-si, 8-i bu şəkildə ola bilər. MIQ-lərdə bəlkə də çox ola bilər. Ola bilər sertifikasiyada da daha çox olsun. Mən sizi bu şəkildə suallarla tanış edirəm ki, məhz siz də hazır olasınız. Və qeyd etmək istəyirəm ki, siz də belə suallar işləmək istəyirsinizsə, bizim hal-hazırda bir qrupumuz var. Orada kurikulumdan fərqli ixtisaslar üzrə suallar və texnologiyadan fərqli 300-dən artıq sınaq var. Sadəcə bir dəfə ödəniş edərək bütün sınaqları imtahan gününə qədər işləyə bilərsiniz və tam şəkildə imtahana hazır gedə bilərsiniz. Həm suallar paylaşılıb, həm izahlar var. Məhz belə düşündürücü fərqli testlərdir. İndi keçirik digər suala.
Bu isə digər maraqlı bir sualımızdır. Birlikli su qarışdırıcı kranda keramik kartric sıradan çıxarsa, ilk növbədə hansı funksiya pozulacaq? Gəlin baxaq. Hörmətli müəllimlər, keramik kartric bax görürsüz göstərmişəm şəklini ki, içərisindəki hansı prosesdir. Baxın görürsüz deyir ki, ilk növbədə hansı funksiya pozulacaq? Əlbəttə ki, burada pozulacaq suyun axıdılması və tənzimlənməsi. Biz bayaq dedik ki, suyun axıdılmasını və tənzimlənməsini həyata keçirən nə idi? Keramik kartric. Yəni təzyiqlə suyun verilməsi prosesini həyata keçirən keramik kartricdir. Deyir, dəstəyin açılması gecikəcək. Dəstək o zaman problem ola bilər ki, dəstəyin bu hissəsində müəyyən bir proses, yivin dağılması və yaxud da içərisindəki bir prosesin dağılma vasitəsindən dəstək gec qalxa bilər və yaxud da paslanma hər hansı bir səbəbdən ola bilər. Gövdənin sıradan çıxması, gövdə 4-cü hissədə gövdə sıradan çıxa bilməz. Bu yanlışdır. Su şırnağına su getməyəcək. Su şırnağına su getməməsinin səbəbi buranın tutulması ola bilər, paslanması ola bilər və yaxud da ki, burada hər hansı bir belə də yığılma ola bilər. Çünki əgər su keramik kartricdən gəlirsə, təzyiqlə gəlirsə, mütləq şəkildə su şırnağına su gedəcək. Bizə keramik kartric niyə bu problem yarandığını və nə üçün bu problem olacağını, səbəb nə olacağını, nə pozulacağını soruşduğu üçün biz bunu götürmürük. Deyir, təsbit edici pərçim işləməyəcək. Təsbit edici pərçim nə idi? Biz bilirik ki, təsbit edici pərçim məhz onun keçən hissəsi, altdan bağlanan hissəsidir, düzdürmü? Buranın heç bir aidiyyəti yoxdur, çünki o bağlama prosesini həyata keçirir, yəni təsbit edir, yəni yerini bərk edilməsi üçündür. Ona görə də cavabımız olacaq A variantı, yəni suyun axıdılması və tənzimlənməsi prosesini götürəcəyin. Növbəti sualı sizlərə təqdim edirəm. Gips kardonla bağlıdır. 8-ci sinifdə bilirsiniz ki, bu dərsliyimiz var. Deyir ki, gips kardon tavanın quraşdırılması zamanı elektrik naqilləri və havalandırma xətləri görünmədən tavanın içərisində yerləşdirilir. Bu xüsusiyyət gips kardon tavanın hansı üstünlüyünə aiddir? Yadınıza gəlirsə, biz keçmişdik ki, həndəsi formaları vermək olur, malalamağa ehtiyac yoxdur, kommunikasiya xətlərinin gizlədilməsi və s. Biz bunu sizlə keçmişdik, düzdürmü? Baxın, görürsünüz, deyir, həndəsi formaların verilməsi. Həndəsi formanın havalandırma xətlərinin, yəni naqillərin gizlənməsinə heç bir aidiyyatı yoxdur. Və heç bir aidiyyatı olmadığı üçün, bax, burada görürsünüz, naqillər var, şəklində göstərmişik, naqilləri gizlədir. Naqilləri gizlədilməsi üçün biz bilirsiniz ki, kommunikasiya xətlərinin gizlədilmə prosesindən istifadə edirdik və üstünlüklərindən biri də bu idi. Ona görə həndəsi forma üstünlüyü ola bilər, amma bura aid deyil, yəni bizim naqillərin gizlədilməsinə aid deyil. Figurlar olsaydı, fərqli formada bəzəklər olsaydı götürə bilərdik. Karniz xətlərin bildirməməsi, karniz gips kardona aid deyil, penoplastin piltələrə aiddir, ona görə bunu götürmürük. Malalama prosesinə ehtiyac olmaması, bəli, ehtiyac deyil, amma bizim hal-hazırda bizə lazım olan nədir? Elektrik naqillərinin havalandırma xətlərinin görünmədən gizlənməsidir, düzdürmü? Yerləşdirilməsidir. Tam su keçirməz olması, bu da yanlış olacaq. Cavabımız C bənd olacaq. Baxın, görürsünüz necə maraqlı suallardır və əsl qəbul səviyyəli suallardır və qeyd edim ki, kitabdan heç bir kənar sual yoxdur. Hamısı məntiqi kitaba aid suallardır. Artıq siz razılaşsaz da, razılaşmasaz da texnologiya məntiqdir. İndi deyəcəksiniz ki, bu kitabda yoxdur, niyə bizə salınır? Yəni biz şagirdlərə öyrədəndə şagird bizdən soruşa bilər ki, müəllimə, biz məsəl üçün ta ki, naqillərin və yaxud da ki, deyə bilər, kommunikasiya xətlərinin gizlədilməsi nə deməkdir? Bizə izah edin. Artıq siz bildiniz ki, buradakı elektrik şəbəkələri var ki, bunun altında qalır və görsənmir. Cavab C bənd olacaq və bir müəllim olaraq da biz özümüzü inkişaf etdirməliyik. Təbii ki, hər kəs texnologiyadan bunu bilmir. Mən də əvvəllər dərs keçəndə biz daha çox əzbərçiliyə üstünlük verirdik. Artıq zamanə dəyişdikcə, ildən ilə biz artıq texnologiya hansı tələbləri bizdən istəyirsə, biz də bir təlimçi olaraq o tələblərə riayət edirik. Və siz də bir müəllim olaraq artıq mövcud müasir dərsliyə uyğun şəkildə dərslər keçməlisiniz. Yəni siz də bunları bilməlisiniz, öyrənməlisiniz. Çünki gəlib şagird sizə sual verə bilər ki, bəs müəllimə, keramik kartric nə işə yarayır? Və biz müəllim olaraq onu deyə bilmiriksə, demək biz fənnimizi düzgün şəkildə bilmirik və ona görə dərindən öyrənməlisiniz. Bəzi müəllimlər gəlirlər, rəy altında yazırlar, rəyin altında yazırlar, videonun altında yazırlar ki, siz təlimçilər texnologiyanı bu günə qoydunuz və s. Xeyr. Əgər siz fənninizi tədris edirsinizsə, 10 il bundan qabaq işləyəndə də əzbərə tərtib edirdinizsə, indi də əzbərə tərtib etmək istəyirsinizsə, bu yanlış fikirdir. Çünki 10 il bundan qabaq texnologiyalar yox idi, bu il artıq texnologiyalar var. 10 il bundan qabaq istifadə etdiyimiz telefonu istifadə etmiriksə, demək 10 il bundan öncə də istifadə etdiyimiz təhsil sistemindən istifadə etməyəcək. Çünki yenilənirik. Ona görə də çox xahiş olunur hər kəsdən
bu suallarda diqqətli olun və rəy bölməsində öz fikirlərinizi təbii ki, yaza bilərsiniz. Amma biz təlimçilərin məqsədi sizə kömək etməkdir. Yəni, sizə yaxşılıq etməkdir. Yəni, bu sualları mən sizə ödənişsiz şəkildə bölüşürəmsə, sizlərə deyirəmsə, məhz sizləri düşündüyüm üçündür. İnşallah növbəti izahlarda görüşənədək 20 iyunda bizim ödənişsiz dərsimiz olacaq şənbə günü. Fərqli suallar işləmək istəyirsinizsə, imtahana tam hazır getmək istəyirsinizsə, buyurub qoşula bilərsiniz və qeyd etmək istəyirəm ki, sertifikasiya imtahanında hər kəsə uğurlar və MİQ imtahanında hər kəsə uğurlar arzu edirəm. İnşallah ki, hər şey ürəyinizcə olar.